Tədbir iştirakçıları, sizin hər birinizi Bakı Avrasiya Universitetinin təsisçisi Nazim Hüseynlin və rektoru Səyavuş Qasımovun adından salamlayıram və bugünkü tədbirimizi açıq elan edirik. Belə ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Müasir İnkişaf İctimai Birliyinin təşkilatçılığı və Bakı Avrasiya Universitetinin tərəfdaşlığı ilə Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək adlı bir tədbirdə bugün iştirak edirik. Və tədbirə mən Əli bəy Hüseynzadədən misralarla başlamaq istəyirəm. O şeirlərindən birində deyir ki, Ədu qırdı qapıyı, biz evdə bir xəbəriz, nə başqa-başqalarız, nə itaat edəriz. Elə biz Türk Xalqları Ədəbiyyatı fənninə də bu misralarla başlayırıq. Burada da bizim tələbələrimiz əyləşib, 2-ci kurs Filologiya Fakültəsinin tələbələridir. Və Ədu bildiyimiz kimi düşməndir. Düşmən Türk dünyasında ta keçmişdən bugünə qədər mövcuddur və bu düşmənin hiylələrindən qorunmaq üçün bizim birliyimiz, həmrəyliyimiz çox vacibdir. Bu tədbir də bu birliyə həsr olunmuş, xüsusilə də gənclərin həmrəyliyinin həsr olunmuş bir tədbirdir və hər bir iştirakçıya mən indidən minnətdarlığımı bildirirəm. Və Türk dövlətləri arasında inteqrasiya prosesləri bildiyimiz kimi son dövrlərdə xüsusilə daha güclü bir şəkildə getməkdədir. Müxtəlif layihələr var. Bir tərəfdən siyasi, bir tərəfdən ədəbi, mədəni sahələri əhatə edir. Ortaq dərsliklər, ortaq əlifba məsələsi tələbələrimiz də bilir və iştirakçılarımız üçün də məlumdur. Və bu günlərdə bizim universitetdən böyük bir heyət də Niğdə Ömər Halis Dəmir Universitetində iştirak edirlər. 12-ci Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir və biz illərdir bu simpoziumda tərəfdaş kimi iştirak edirik və həmin simpoziumunda bu dəfə əsas məqsədlərindən, vəzifələrindən biri Türk dövlətləri arasında ali təhsil sahəsində işbirliyidir. Və Bakı Avrasiya Universiteti də bu işbirliyinə, həmrəyliyinə təhsil sahəsində, elm sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində daima öz öhdəsinə düşən təbii ki, vəzifələrini yerinə yetirməyə çalışır. Sözü Mübariz müəllimə veririk. Buyurun. Təşəkkür edirəm. Çox sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Hər kəsə minnətdarlığımı bildirirəm ki, bizim dəvətimizi qəbul edib bugünkü tədbirdə iştirak edirsiniz, vaxt ayırırsınız. Vaxt bugün çox önəmli bir məsələdir və onu kimə və nəyə ayırdığın da sənin o gələcək çalışmalarına təsir edən bir amildir. Mən tədbirin baş tutması üçün ev sahibliyi edən bizim bu gözəl təhsil məkanına 1992-ci ildən fasiləsiz təhsil verməklə məşğul olan Bakı Avrasiya Universitetinin onun rəhbərliyinə, professor müəllim heyətinə, tələbələrinə təşəkkür edirəm. Mən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm ki, belə bir ortaqlaşma çalışmadan bizim iyun ayının 5-də 20 ili tamam olacaq Müasir İnkişaf İctimai Birliyi adlı qeyri-hökumət təşkilatının bu cür önəmli məsələsinə dəstək veriblər, tərəfdaşlıq ediblər və biz bugün sizlərlə bir araya gələ bilmişik. Mən çox danışmaq istəmirəm, vaxtınızı çox almaq istəmirəm, çünki burada Ceyhun müəllim başda olmaqla bizim dəyərli alimlərimiz, qeyri-hökumət təşkilatı təmsilçilərimiz və ziyalılarımız olmaqla hər kəs öz dəyərli fikirlərini bölüşəcəklər. Bizim zaten təşkilatın nizamnaməsində Türk xalqlarının əməkdaşlığı deyə bir bənd qeyd olunubdur. Yəni məqsəd və məram budur. Və biz təkcə bu təşkilatın 20 ilə yaxındır bu ideyaların təbliği üçün çalışmalar həyata keçirilir. Və çox xoşdur ki, bugün artıq bu Türk dünyasının birliyi məsələsi bu günlərdə ilk dəfə olaraq Avropada, Budapeştdə də məşvərətçi səs hüquqlu bir üzvün paytaxtında da bu məsələlər gündəmə gətirildi və Azərbaycanın onun dünya şöhrətli deyə biləcəyimiz siyasətçi
lider İlham Əliyevin rəhbərliyi altında Türk dünyası çox sürətlə və çox sıx şəkildə inteqrasiya edir. Bizə düşən isə bu məsələləri müzakirə edib, danışıb çatdırmaqdır. Nəyə görə bu addımlar atılır, nəyə görə bu işlər görülür, nəyə görə Türk dünyası və bizim hörmətli professorumuz Əlbəy Hüseynzadədən fikir səsləndirdi. Bəlkə sözlərdə hansısa yanlışlıqlar eləyir, amma ümumən mənası budur. Sizlər ey qövm-i Macar, yəni deyə bir müraciəti var onun. Məhz elə Hun törəmələri olan Macarlara ünvanlanmış bir müraciətdir ki, 100 il, 130 il, 150 il əvvəl o klassiklərin qoyduğu məsələləri bu günləri Azərbaycan dövləti və onun müzəffər ali baş komandanı İlham Əliyev praktik olaraq həyata keçirir. Biz də bunları seyr edirik. Biz bu tarixi yaşayırıq, hələ fərqində deyilik. Biz bayaqları çox dəyərli millət vəkilimiz Ceyhun müəllimlə müzakirə edirdik. Yəni biz təsəvvürümüzə belə gətirə bilməzdik ki, indi bu ali təhsil müəssisəsi olsa da bu fikirlər mənə məxsusdur. Yəni məsuliyyətini mən daşıyıram. Cənub qonşumuza yanlışı olarsa dərhal onu bildirək. Şimal qonşumuzun yanlışı olsa dərhal onu çatdıraq, etirazımızı bildirək. Hətta Fransa kimi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birini biz davamlı olaraq yanlış siyasətin həyata keçirdiyinə görə tənqid edirik, yeni müstəmləkəçilik siyasətini tənqid edirik və məhz Avropa Siyasi Birliyinin toplantısında Fransanın prezidenti, cənab prezident İlham Əliyevə yaxınlaşıb görüşür. Yəni bu ehtiyacı, bu zərurəti, bu reallığı Azərbaycan yaradır, onun lideri yaradır. Mən Türk dünyasının gələcəyini perspektivli görürəm, amma gənclər bu məsələlərə daha diqqətli yanaşarsa, bu ideyaya sarılarsa, indi internetlə o qədər zərərli təbliğat doldurulur ki beyinlərə, bunları ayırt eləmək və doğrusunu tapmaq çətinləşir. Amma Türk birliyi ideyası bizim gedə biləcəyimiz ən uğurlu və ən yeganə uğurlu yoldur. Bizim nə Rusiya ilə inteqrasiyada bir uğurlu nəticəmiz ola bilməz, nə Avropa ilə ola bilməz. Ola bilər bu fikirlər tənqid olunar, olsun, tənqid də normaldır. Amma mən hesab edirəm ki, və Azərbaycan da bunu sübut edir ki, ən uğurlu yol elə Türk Dövlətləri Təşkilatıdır, onun sıralarında addımlamaqdır və Bakıda Türk Parlament Assambleyası, Türk Mədəniyyət və İrsi Fondu və digər təşkilatların da mövcudluğu göstərir ki, Azərbaycan bu məsələdə nə qədər qərarlıdır. Mən təşəkkür edirəm. Bilmirəm, reglamenti keçdimmi? Keçdimsə üzürlü sayın. Mən istərdim ki, bizim dəyərli qonaqlarımız fikirlərini daha geniş şəkildə bölüşə bilsinlər. Təbii ki, başladığım millət vəkilimiz olmaqla. Çox sağ olun, minnətdarım. Biz təşəkkür edirik. O zaman sözü Ceyhun müəllimə veririk. Buyurun Ceyhun. Hörmətli Elmira xanım, hörmətli Mübariz müəllim, bizim çox dəyərli ziyalılarımız, alimlərimiz, mən Seyfəddin müəllimi görürəm, eyni zamanda Əl-Musa müəllimi, Elman müəllimi və bizim Əlyazma müəllimi üstündən xanımı görürəm, Əl-Hüsət müəllimi, hər birinizi salamlayıram, bizim əziz gəncləri həmçinin. Bugün məndən də əvvəl qeyd olundu, mövzumuz olduqca aktual bir mövzudur, önəmli bir mövzudur. Yəni bugün ümumiyyətlə biz bu dünyadakı proseslərə baxanda müasir dövrümüzün olduqca mürəkkəb bir mərhələyə daxil olduğunun şahidiyik. Yəni müharibələr artır, qarşıdurmalar artır və müharibələrin sayı azalmaq əvəzinə sürətli bir formada daha da artır və qarşıdurmaların xalqların taleyinə necə təsir etdiyini biz görürük. Və biz həmişə deyirik ki, gənclər bizim gələcəyimizdir və gənclər gələcəyin idarəçiləridir və bugün biz xoşbəxtdik ki, əziz gənclər, bizim müstəqil dövlətimiz var və bugün biz zəfər qazanmış, zəfər əldə etmiş bir xalqın nümayəndələriyik. Bugün dünyada 3000-4000 xalq var, onun yalnız 200-ünün dövləti var və bugün dünyada yüzlərlə münaqişə var. Biz az saylı xalqlardanıq və deyə bilərik ki, tək xalqıq ki, bütövlükdə bu münaqişəni həll edə bilmişik.
Və eyni zamanda biz tarixə baxanda deyə bilərik ki, tarixdə bəlkə də Azərbaycan xalqı qədər başına müsibət faciə gətirilən ikinci bir xalq yoxdur. Yəni təkcə ötən əsrə nəzər salanda bir neçə dənə soyqırım hadisələri, deportasiya, Qarabağın işğalı və bir ağır mərhələdən biz keçdik. Və bu gün artıq biz irəliyə baxırıq və bizim qarşımızda duran əsas vəzifə inteqrasiyanı, birliyi daha da gücləndirməkdir. Yəni baxın, müharibə bitdimi? Hələlik bitib. Amma mən indi baxıram proseslərə, ermənilər nə vaxtsa yenidən baş qaldıracaqlar. Onlar yenə bizdən qisas almağa çalışacaqlar. Onlar yenə bizə qarşı eyni hadisələri törətməyə çalışacaqlar. Və ona görə də bizim proseslərə düzgün baxışımız, hadisələrə düzgün baxışımız çox önəmlidir və Cənab Prezident Milli Məclisdəki çıxışında qeyd etdi ki, bizim bir evimiz var, bir ailəmiz var. O da Türk evi, Türk ailəsidir. Və bunu dərk eləmək, bunu anlamaq və bunu həyata keçirmək üçün bizim hamımız çalışmalıyıq. İndi biz sürətli bir formada proseslərin getdiyini görürük. Bəzən mən bu prosesi insan uca bir dağın üstündə olanda onun əzəmətini tam dərk eləmir. Amma dağa uzaqdan baxanda nə qədər böyük bir zirvədə olduğunu bir daha görür. Dünən sırağa gün Macaristanda böyük bir tədbir keçirilir. Yəni Avropanın mərkəzində, Avropanın içərisində Türk birliyi ilə bağlı, Türk dövlətlərinin əməkdaşlığının gücləndirilməsi ilə bağlı çağırışlar edilir və bu əməkdaşlığın gücləndirilməsi üçün addımlar atılır. Azərbaycan təşəbbüsü ilə yaradılan, Naxçıvandan başladığımız bir yolun artıq biz hansı uğura qədər bizi apardığını görürük. Yəni, bu o deməkdir ki, Azərbaycan və Türkiyə qarşısına qoyduğu və Türk Respublikaları digər hədəfinə və məqsədinə doğru irəliləyir. Və burada da yəni, ölkə rəhbərliyi çox ciddi addımlar atır. İndi biz Qarabağ qururuq, çox ciddi layihələr həyata keçiririk. Və bugün sizlərlə bizlərin də qarşısında çox mühüm vəzifə var ki, biz bu prosesə öz töhfəmizi verməliyik. Yəni, siz gənclərin bu prosesə töhfəsi nə ola bilər? Sizin ən böyük töhfəniz savadlı, bilikli olmaqdır, layiqli vətəndaş olmaqdır. Bugün dünyada elə bir dövlət yoxdur ki, o savada, elmə, biliyə önəm vermədən inkişaf edə bilsin. Yəni, Türk dövlətlərinin də birliyi və həmrəyliyi güclənməsi savada, elmə verilən dəyərdən və eyni zamanda bizim milli mənəvi dəyərlərimizin qorunmasından keçir. Bugün dünyada çox ciddi proseslər gedir. Mən çıxışımın əvvəlində də qeyd etdim. Baxın, artıq müharibə üçün topa, tüfəngə ehtiyac yoxdur. Və mən həmişə deyirəm, illər öncə bizim əcdadlarımızın ən böyük arzusu bir-birimizə qovuşmaq idi. Vaxt var idi, biz arzuluyurduq ki, sərhəddən baxmayaq, biz Türkiyəyə gedə bilək, Türkiyədən bizə gələ bilsinlər, bizim inteqrasiya güclənsin, ölkələnsin. Bunu hamı istəyirmi? Yox. Yəni, dərindən baxsanız, bunu o qədər istəməyən insanlar da var. Və siz gənclər olaraq da bu məsələdə mühüm bir rolu oynamalısınız və bütün aspektlərdən bizim başqa çıxış yolumuz da yoxdur. Vətən müharibəsində bizim yanımızda kim durdu? Türkiyə durdu. Vətən müharibəsində Pakistan bizim yanımızda idi. Amma ən çox dəstəyi verən kim idi? Türkiyə idi. Və tarix boyu ən çox bir-birinə dəstək verən kim olubdu? Bu iki xalq olubdu. Bizim çox böyük bir mədəniyyətimiz var. Bizim çox böyük bir musiqimiz var. Şərqdə ilk demokratik respublikanı kim qurub? Azərbaycan xalqı. İlk opera harda olub? Azərbaycanda.
İlk qadına hüququ kim verir? Azərbaycan. Neçə xalqın Nəsimisi, Füzulisi, Nizamisi var. Neçə xalqın Üzeyir Hacıbəylisi var və çox adamları mən saya bilərəm. Və ümumiyyətlə Türk dünyasının əsas, yəni bu prosesdə rol oynayan xalqlardan məhz bizim xalqımız olub, məhz Azərbaycanlılar olubdur. Ona görə də bax, bu istiqamətdə biz hansı töhfələri verə bilərik? Yəni bizim mövzumuz Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsidir. Siz gəncsiniz. Bir ölkəni məhv etmək istəyirsinizsə, o gəncliyi məhv etməlisiniz. Və bugün bu siyasət bizə qarşı həyata keçirilir. Siz bax, bu məsələni dərk edərək, baxın, indi mən o məsələlərə çox toxunmaq istəmirəm. Ötən gün Azərbaycanda 3 cinayət hadisəsi baş verdi. 15-16 yaşında. Bir gənci öldürürlər, gözünü çıxardırlar, üzərindən avtomobil sürürlər. 15 yaşlı qızı həmçinin və digəri. Yəni bunlar bizi narahat etməlidir. Biz dəyərlərimizi qorumalıyıq, biz mədəniyyətimizi qorumalıyıq. Sizlərin içərisindən yaxşı nümunəvi ailələr olmalıdır, ailə başçıları olmalıdır. Siz yaxşı gənclər dünyaya gətirib onlara tərbiyə verməlisiniz, formalaşdırmalısınız. Çünki cəmiyyəti saxlayan, formalaşdıran dəyərlərdir. Dəyərlər bizim kökümüzdür. Cəmiyyət, dövlət, ailələrdən formalaşır. Və bunun üçün də sağlam, hazırlıqlı, daim üzərində işləyən, özünü inkişaf etdirən gəncliyə ehtiyac var. Və baxın, burada biz, hamımızın işi var, görüşləri var, tədbirləri var. Amma biz özümüzə bir mənəvi borc bilirik ki, sizin yanınızda olaq, sizə müəyyən tövsiyələrimizi verək və ona görə də siz bu istiqamətdə daim çalışmalısınız, səy göstərməlisiniz və eyni zamanda Mübariz müəllim dedi, bu təşkilatın 20 yaşı tamam olunur. Mən sizi təbrik edirəm, biz sıx əməkdaşlıq edirik. Bəli, siz çox doğru qeyd etdiniz ki, siz 20 ildir bu ideyaya doğru addımlayırsınız. Azərbaycanda bəziləri deyir ki, bizim nicatımız qərbdədir, biri deyir İrandadır, biri deyir ərəblərdədir. Xeyr, bizim nicatımız qeyd etdiyimiz kimi özümüzə qayıtmağımızdadır, Türk birliyindədir, türkçülükdədir və bizim bayrağımızda 3 məsələ əksini tapılır. Biz bu ideyalara, bu prinsiplərə sadiq qalaraq irəliyə doğru getməliyik. Bu bir müqəddəs vəzifədir. Bu müqəddəs vəzifədə mən hamınıza uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun, Ceyhun müəllim. Və əziz gənclər, Ceyhun müəllim sosial şəbəkələrdə də çox fəaldır, mən də izləyirəm və burada verdiyi tövsiyələr eyni zamanda zaman-zaman orada da gənclərimizə aşılayır və sizə də tövsiyə edirəm ki, həmçinin izləyəsiniz, bilmirəm aranızda izləyən var yoxsa yox, daima gözəl nəsihətlərlə faydalanırsınız və belə bir gözəl kitabda nəşr olunubdur. Bu kitabla da tanış olmağınızı tövsiyə edirəm. İndi isə sözü biz Seyfəddin müəllimə verəcəyik. Ömrünü Turan davasına həsr etmiş və bütün həyatı boyu bu dava uğrunda mübarizə aparmış bir insan. Və sizin müəlliminizə. Çox sağ olun. Mübariz bəy, Ceyhun bəy və dəyərli alimlərimiz, əziz tələbələr, hamınızı salamlayıram. Ceyhun bəy sözünün başının sonunda bir ailəyə işarə elədi. Hər millətin ailəsi var. Ancaq Türkün ailəsi onun mikro dövlətidir. Dövlət də Türkün makro ailəsidir. Və bütün xalqlar, bizə qənim olan xalqlar əvvəla istəyirlər ki, bizim ailəmizi dağıtsınlar. Çünki ailə dağıldığı zaman Türk milləti dağılar. Ondan heç bir şey qalmaz. Heç bir əsər qalmaz. Ailənin də əsas dirəyi ata və anadır. Yəni, sabah bir gün sizlər ailə quracaqsınız, sizin evlatlarınız olacaq və siz evlatlarınızı yetişdirəcəksiniz. Amma bilməlisiniz ki, siz hansı millətdənsiniz və nəsiniz? Baxın, 1924-cü ildə Lenin bir əmr verir, Türkistanın adı götürülür. Yerinə Orta Asiya termini yaradılır. Şəxsən mənim zəhləm gedən bir termindir.
Bu terminin yaranmasının əsas səbəbi Türkistan adının aradan götürülməsidir. Yaxşı, bizimlə sadəcə Ruslar mı düşmən olub, yaxud da Farslar mı düşmən olub? Biz 1071-ci ildə Malazgirt zəfərini qazandıqdan sonra 1095-ci ildə Səlim yürüşləri başladı. Səlim yürüşlərinin yeganə məqsədi vardı ki, bizi Yaxın Şərqdən və Qafqazdan sürüb Asiyanın mərkəzinə qovmaqdır. Tək məqsəd bu idi. Aradan 700 il keçir, İngiltərənin baş naziri William Gladstone çıxır Avam palatasında, əlində bir kitab kürsüyə çıxır. Deyir ki, biz bu kitabı məhv etməliyik. Bu Qur'andır. Və Türkləri Anadolu'dan, Qafqazdan sürüb Asiyanın mərkəzinə yollamalıyıq. Səlim yürüşlərinin başlamasından 700 il sonra İngiltərənin baş naziri bunu deyir. Yəni, Səlim yürüşlərini yaradanla 700 il sonra bu məsələni qabardan adan İngiltərənin dövlət rəhbəri və 2000-ci ildə Tony Blair İngiltərənin baş naziri bir jurnalist bununla müsahibə götürür. Deyir ki, Cənab Blair, siz çox uğurlu bir siyasətçisiniz. Sizin siyasət ideolunuz kimdir? Sözünü qurtaramaz deyir ki, mənim siyasət ideolum William Gladstone. Yəni, aradan 1000 ildə keçsə İngiltərə dövlətinin dövlət siyasəti yolundan yayılmıyor. Amma indi gəlin biz özümüzə baxalım. Görəyik ki, biz tarix olaraq hardan gəlmişik? Azərbaycan tarixini yazanlar, Azərbaycanın tarixini hardasa 1918-ci ildən başladılar. Anadolu'nun tarixini yazanlar isə 1071-dən başladılar. Bu nədən olur? Bizim, yəni biraz da iynəni özünə, çuvaldızı özgəsinə batır. Özümüzə batırmalıyıq. Bizim alimlərimiz nəyə görə bizim tariximizi düzgün yazmayıblar? Anadolu'nun, Azərbaycanın və bugünkü Libya'nın, Ege adalarının, Kıbrıs'ın tarihi gedir, eradan qabaq 10-cu, 15-ci minilliklərə gedir. Biz eradan əvvəl 22-ci min ildə öz imzamızı atmışıq, arxeoloji qalıb olaraq. Və bugün də var bunu. Amma bunu bugün bizim alimlərimiz nəyə görə araşdırıb bizim yeni nəsillərimizə bunu yazmırlar? Bunlar sizin əsəriniz olacaqdır. Baxın, bugün İsmail Qasqalının adını yaşadırıq. Əli bəy Hüseynzadənin adını yaşadırıq. Nəyə görə? Çünki bu adamlar əmək veriblər, xalq üçün işləyiblər. Əgər siz də onlar kimin sabah birisi gün, aradan 100 il, 1000 il sonra adınızın yaşamasını istəyirsinizsə, işləməlisiniz. Atatürk'ün bir sözü var, deyir ki, mənim biyoloji atam Əli Rıza Əfəndidir. Amma mənəvi atam Ziya Gökalpdır. Ziya Gökalpı yetişdirən də Əli bəy Hüseynzadədir. Azərbaycan sadəcə quru bir torpaq parçasından ibarət deyil. Azərbaycan xalqı da kiçik bir xalq deyil. Bunu başa düşməlisiniz. Yəni bunu siz başa düşəcəksiniz, əziz tələbələr. Öncə sualı özünüzə verin, biz neyik? Bugün Hindistanın paytaxtı Delhi'dir, elə mi? Amma Delhi Kuşaq İmperiyasının mərkəzi idi. Babır Türk dövlətinin paytaxtı idi. Bunu alimlərimiz niyə araşdırmırlar? Bugün Hindistan'da 500 milyona yaxın Türk yaşayır. Amma dillərini unudublar. Müəyyən ənənələrini, adət ənənələrini unudublar. Amma Türk olduqlarını bilirlər. Biz nəyə görə onları araşdırıb, onlarla ünsiyyət yaratmırıq? Hələ biz bugün daha dünənləri Qazaxlar, Qırğızlar Kıbrıs'ın əleyhindən müqavilə bağladılar Avropa ilə. O çox absürt bir düşüncə idi. Biz Türk xalqları ədəbiyyatını sizlərə öyrədirik ki, siz öyrənəsiniz. Azərbaycan Türk dünyasının mühərrikidir, aparıcısıdır. Bu aparıcılıqda sizin böyük bir rolunuz var, bunu unutmayın. Və indi isə sözü Tünzalə xanıma verəcəyik. Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun aparıcı elmçisi filologiya üzrə fəlsəfə doktoru. Çox sağ olun, təşəkkür edirəm. Mən də ilk öncə bu tədbiri təşkil edən quruma və xüsusilə Avrasiya Universitetinin rektoru başda olmaqla hər birinizə təşəkkürümü bildirirəm. Cem müəllim doğrudan da
gözəl qeyd elədi. Bugün aktual olan bir mövzuya toxunulmuşdur və Seyfəddin müəllimlə yaxın olmaq, bugün onunla görüşmək mənim üçün xoş oldu. Hər bir söylənilən fikirlər doğrudan da qiymətlidir, dəyərlidir. Ümumiyyətlə, gözəl səsləndir. Biz nə etmişik? Türk dövlətlərinin gənclər arasında əsas nədir? Nədən başlamalıyıq? Vətənpərvərlik hissinin təbliğinə. Təbii ki, bizdə Kitabi-Dədə Qorquddan, böyük abidəmiz Avestadan, ondan başlayaraq bütün şairlərin yaradıcılığı, istəyir klassik dövr olsun, istəyir orta dövr olsun, istəyir yeni, müasir, Əli Bey Hüseynzadənin adını çəkildi böyük ustadımız, şairimiz, yəni buddhistsiz hər tərəfli bir alim. Eyni zamanda Almaz Eldim yaradıcılığından Mikayıl Müşfiq, Xəlil Sılcıq, yəni bunun adlarını davam etmək olar. Yəni, bütün bunların yaradıcılığında onlar bizə nəyə aşılayıb? Türklük ideyalarının təbliği, vətənpərvərlik hissi. Yəni, bunlar da biz də onlardan ilhamlanaraq, onlardan dəstəklənərək bugün gənclərimizə bunu təbliğ etmək öz üzərimizə vəzifə edirik. Təbii ki, bizim gənclərimizdə, eləcə də türkdilli dövlətlərdə, yəni gənclərində vətənpərvərlik hissi olduqca böyüdür və bunu qeyd etmək istərdim ki, 44 günlük müharibə və orada iştirak edən bütün şəhidlərimiz, yəni qanlarını, canlarını fəda edən şəhidlərimiz, qazilərimiz sayəsində əldə etdiyimiz zəfər onu aşıladı. Nəyə aşıladı? Vətənpərvərlik hissini. Bəli, vətəni sevən, ona sadiq olan, vətənini inkişafı üçün çalışmalı, səy göstərməlidir. Bunlardan bir şey vurgulamaq istəyirdim ki, türkdilli dövlətlərdə gənclər arasında yenə də deyirəm, mədəniyyət və təhsil sistemində xüsusilə əlləşdirmənin olmasını biz işıqlandırmalıyıq. Yəni bu baxımdan gənclərə biz təbii ki, əlimizdən gələn qədər dəstək olmağa hazırıq. Yəni istəyir təhsil sistemində, istəyir mədəniyyət sistemində. Məsələn, mən özüm akademiyanın işçisiyəm, burada qeyd olunur kimi Yazmanın üstünün əməkdaşıyam və hal-hazırda biz sırf olaraq türkdilli abidələr üzərində tədqiqatlar aparırıq. Yəni bu hələ davam edəcək. Və sözüm canlıdır ki, yəni bizdə xüsusilə gənclər bu istiqamətdə aktualdır. Gözəl tədqiqat işləri ərsəyə gətirirlər və eyni zamanda xaricdən gələn, xüsusilə Türk dövlətlərindən, Özbəkistandan, Tacikistan, Türkmənistandan gələn gənclər vardır ki, tədqiqatçılar vardır ki, bizlərə müraciət edirlər və bizlə təmas qurub yeni layihələr işləmək istəyirlər. Və təbii ki, bizlər düzdür, müəyyən yaşımıza görə o işlərə davam edə bilmirik, gənclərə ehtiyacımız olur. Onun üçün də biz istərik ki, paralel şəkildə istər Avrasiya Universiteti, ümumiyyətlə digər universitetlərdə qoşulsun, layihələr təşkil edək, yəni bu birliyi davam etdirək və yeni verməkdə inkişafımız naminə əlimizdən gələni. Mən qeyd etmək istərdim ki, burada ümumiyyətlə Atatürk, böyük lider Atatürk gənclərə xitabı olub, namınızda yəqin ki, bu xitab məlumatınız var bu kitab haqqında. O həmişə səsləndirib ki, Türk gənci bir şeyi önəmdə bildirsin ki, həyat mücadilədə ibarətdir. Təbii ki, bu mücadilədə qalib olmaq və məğlub olmaq var. Çalışaq qalib olmaq namını yəni irəliləş aparaq və bu istiqamətdə də addımlarınızı atmaqdan tərəddüd etməyin və sizə belə deyək, dəstək olmaq etibarı ilə daha geniş nailiyyətlər, böyük nailiyyətlər əldə etməyini istəyəcək sizlərə uğurlar arzulayıram. Çox sağ olun Gülzar xanım. Və hal-hazırda bizim 4-cü kurs tələbələrimizin müəyyən bir qrupu Əl Yazmalar İnstitutuna təcrübə keçirlər və bayaq Xatirə xanımla danışdıq. Xatirə xanım rəhbərliyi altında çox böyük təəssüratlarla da geri dönüşlər eləyirlər. Minnətdarlıq baxımından da Əl Yazmalar İnstitutuna. Və sözü Elman müəllimə verəcəyik. Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. Təşəkkür edirəm. Söz verdiyinizə görə mən də hər tədbir iştirakçılarını salamlayıram. Xalqları arasında mədəni əlaqələr, inteqrasiya meyilləri xeyli inkişaf edib və arzu olunan bir mərhələyə gəlib çatıb. 90-cı illərdə, 2000-ci illərdə o vaxt Mübariz müəllimlə biz bir yerdə mətbuatda çalışanda o zaman bu məsələ müzakirə olurdu. Ortaq ünsiyyət vasitəsinin müəyyən olunması, bir dilin müəyyən olunması, ortaq əlifba məsələsi var idi. Sonra ziyalılar qərar aldı ki, bu zamanın axarına buraxılsın və yaxşı ki də belə bir qərar qəbul olundu. Üstündən 15 il keçdi. Bu məsələ demək olar ki, həllini tapıb. Artıq Türk dövlət başçıları hər kəs öz türkçəsində danışır və bir-birini də yaxşı şəkildə başa düşürlər. Azərbaycan prezidenti Özbəkistanda Ürgənc şəhərində olanda orada bir
epizod da var sosial şəbəkələrdə. Orada deyir ki, bu ərazinin türkçəsi bizim türkçəyə çox yaxındır. Hətta Özbəkistan prezidenti də özbək türkçəsində danışır və bizim dövlət başçısı onu asanlıqla başa düşür. Əməkdaşlıq arzu olunan səviyyədədir, amma çox təəssüf ki, bəzən ümumi işə ziyan vuran açıqlamalar, bəyanatlar da olur, məsuliyyətsiz bəyanatlar. Bu məsuliyyətsiz bəyanatların biz 90-cı illərdə acı ziyanını görmüşük, təcrübəsini görmüşük. Çox yaxşı olar ki, bu məsələ xüsusən rəsmilərin dilindən səslənəndə diqqətli olsunlar bu mövzuda. Əgər bugün Xristiyan Macarıstan Türk Dövlətləri Birliyində təmsil olunursa, Xristiyan qaqavuzlar, bilirsiniz, Moldovada belə bir muxtar yer var. Onlar bizimlə eyni türkçədə danışırlar, eyni milli mənəvi dəyərləri bölüşürlər. Onlar da bir topluluq olaraq Turan Birliyinə daxil olmaq istəyirlərsə, biz yenidən əldə olunmuş bu kövrək birliyi hansısa məzhəbsəl çağırışlarla geriyə ata bilmərik. Buna heç kimin haqqı yoxdur. Bu bir. İkincisi, gənclər bunu yaxşı bilsin ki, bax, dünyada Slavyan dövlətləri də var, amma panslavyanizm artıq yoxdur, gömülüb. O tabuta son mismarı da Rusiya-Ukrayna müharibəsi vurdu. Bugün gelib Serbə desən, Rusiyaya birləşmək istəyirsən, adamla dalaşar, acı sözlər deyir, və yaxud Polyaka, və yaxud Slovenə, Xorvata. Onlar artıq bu mərhələni keçiblər. Ancaq türk xalqları elə deyil, bizi birləşdirən ortaq nöqtələr, milli mənəvi dəyərlər çox güclüdür. Və bunun da, bəlkə də məndən razılaşmayanlar ola bilər, bunun hesab edirəm ki, əsas nüans bizim sekulyar düşüncədə olmağımızdır, dünyəvi təhsil almağımızdır və Mərkəzi Asiya dövlətləri də. Niyə İran dilli xalqlar bir araya gələ bilmir? Çünki ortada bir məzhəb dövləti var. Puştunla İran eyni, Farslar eyni kökə malik xalqdır. Giləklər, Mazandaranilər niyə onlar birləşə bilmirlər? Çünki orada məzhəb ayrılırlar. Və biz də əgər məzhəbsəl çıxışları ortaya gətirəriksə, onda bizim qaqibətimiz elə olacaq. Təbii ki, Mərkəzi Asiya dövlətlərinin Şimali Kipr haqqında qərarı yanlışdır. Amma bunu da zamanın axarına buraxmaq lazımdır. Və biz nəzərə almaq lazımdır ki, hər bir dövlət müstəqildir və onun özünün dövlət maraqları var. Və bu da keçiləsi asan bir mərhələdir. Hesab edirəm ki, bu mərhələni də biz aşacağıq. Görüləsi işlər çoxdur və bizim özümüzdən də bəzən biz planlı iş qururuq, amma elə plansız şəkildə həyata keçir. Məsələn, Türkiyənin yumşaq güclü televiziya seriallarıdır. Bugün Türkiyə televiziyalarını istehsal elədiyi seriallar bütün yaxın şərqi fəth edib. Mərkəzi Asiyanı, Rusiya türklərini, Azərbaycanı, eyni zamanda vasitə bir sevindirici nüansı deyim ki, eyni mövqedə də bugün Azərbaycanın musiqisi çıxış edir. Baxın, sosial şəbəkələrə, bütün mərkəzi, özbəklər bizim musiqinin fonunda vayınlar hazırlayırlar, videolar hazırlayırlar. Güneydə, Güney Azərbaycanda biz bəzən elə bilir ki, bizim güney əlimiz çatmır, amma çatır. Sosial şəbəkə dövrüdür. İndi gənclərin üzərinə düşən vəzifə nədir? Nə qədər əyləncəli vayınlar çəkmək olar, videolar? Ciddi samballı səhifələr hazırlamaq lazımdır. Və siz əmin olun ki, sizin məhsulunuz güneydə baxılacaq, özdə maraqla baxılacaq. Mən hesab edirəm ki, bu məsələlərə diqqət etmək lazımdır və Böyük Hüseyn Cavid deyirdi ki, bizi birləşdirən, irəli aparan yeganə dəyər mədəniyyətdir. Biz dünyəvi təhsildə möhkəm yapışmalıyıq, mədəniyyətdən möhkəm yapışmalıyıq. Hər hansı, Ceyhun mənim çox doğru qeyd elədi, dini çağırışlar, hər kəs öz məzhəbində qalsın, hər kəs öz inancında qalsın. Amma bunu dominant olaraq hər kəsə təqdim etmək, hesab edirəm ki, doğru deyil. Bunu hamısı milyonlarla sayı olan xalqlardır, adamların yüz illərlə formalaşmış inanc sistemi var. Bunu birdən-birə dəyişmək olarmı? Hesab edirəm ki, bu məsələlər də yəqin ki, öz həllini tapacaq. Təşəkkür edirəm. Biz təşəkkür edirik və bildirmək istəyirəm ki, Qaqavuz ədəbiyyatı da bizim universitetdə ayrıca olaraq öyrədilir və tələbələrimiz də Qaqavuz ədəbiyyatının yaradıcılarından, amma eyni zamanda Atatürk tərəfindən də xüsusi bir mükafata layiq görmüş Mixail Çakır, onun özü də din adamıdır, haqqında çox geniş məlumatlar alırlar. Yəni, baxımdan tamamilə haqlısınız, sizin fikirlərə qatılırıq. Və sözü Bakı Dövlət Universitetindən qonağımız, siyasi elmlər üzrə fəlsəfə doktoru Ərmusa müəllimə verir. Mən özümü gəncələr olacağam və bu günləri biz həmrəylikdən danışmaq istəyirik və Türk dövlətlərində yaşayan gəncləri hansı formada həmrəyliyini inkişaf etdirə bilərik və necə edə bilərik ki,
məhz bizim ata-babalarımız, yaxud da dövlət rəhbərlərimizin getdiyi yolu məhz gənclərimiz getsin və bugün bu tədbirdə də məhz Macaristanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-formal samiti haqqında söhbət getdi və mən bu samitə söykənərək gənclərimizə müraciət edəcəm və bu samitin keçirilməsi baxmayaraq ki, qeyri-formaldır, amma formal tədbirlərdən, digər dövlətlərin keçirdiyi formal tədbirlərdən çox ciddi rezonans yaratdı və bu tədbir nəyə görə lazım idi? Növbədən kənar, həm də ki, qeyri-formal olaraq keçirilməsi nəyə görə lazımdır? Çünki məlum olduğu kimi bir müddət əvvəl bizim də kolleqamızın qeyd etdiyi kimi Türk Dövlətlər Birliyində müəyyən problem yaranmışdı, müəyyən sorunma yaranmışdı və Kiprlə bağlı, Kipri tanıma istəmələri və orada sərhəd açmaları bəzi Türk dövlətlərinin bundan bizim bəzi düşmənlərimiz istifadə edərək Türk dövlətlərindən müəyyən ixtilaf, qarşıdurma yaratmağa cəhd etdilər. Amma çox yaxşı alındı ki, məhz Türkiyə Dövləti Prezidenti, Azərbaycan Dövləti Prezidentinin birgə səyi nəticəsində düşmənlərimizin bizə qarşı istifadə etmək istədiyi amillər aradan qaldırıldı və bu samit mən hesab edirəm ki, qeyri-formal samit bizi yenidən əvvələ qaytardı. Necə ki, əvvəllər biz bir yerdəydik və yolu eləcə də davam etdirməyə qaytardı. Və bugün biz məhz nəyə görə samitə müraciət edim və qeyd olunan tədbirə müraciət edim? Ona görə ki, biz orada həm Azərbaycanın, Türkiyənin və digər Türk dövlətlərinin hansı şəkildə bir-birlə, hansı forumda buna münasibət yaratmalarını və hansı forumda əməkdaşlıq etmələrinin çox gözəl şahidi olduq. İlham Əliyevə necə müraciət edirlər, Türkiyə Prezidenti necə qarşılanırdı, necə rəhbər kimi, böyük kimi və s. və s. Və məhz bu tədbirdə keçirilən işləri, söylənən məsələləri biz gənclərimiz arasında daha geniş yaymalıyıq. Yəni, biz gənclərimizin bir-birinə əməkdaşlığını, yaxud da ki, bir-birinə yaxınlaşmasını istəyirik ki, məhz dövlət rəhbərlərinin bir yerdə atdığı addımları onlara nümunə göstərmelidir. Və bu günləri bizim dövlət rəhbərlərimiz gənclərimizdən 10 addım, 20 addım irəlidir və biz buna çata bilmirik. Yəni, bizim dövlət rəhbərləri Türk dövlətləri birliyini inkişaf etdirməsi istiqamətində çox ciddi addımlar atırlar və əgər diqqət edirsəz, bu bəyanata diqqət edirsəz, yəni orada qəbul olunan bəyanata diqqət edirsəz, yaxın gələcəkdə böyük bir beynəlxalq təşkilatın və dövlətlər birliyinin yaradılmasının şahidi olacaq, yaradılmasını görəcək və o təşkilatın, yaxud da ki, dövlətlər birliyinin yaradılması istiqamətində bu gün addımlar atılır və bu addımlar mən heç şübhə etmirəm ki, gələcəkdə məhz Avropa İttifaqına uyğun bir təşkilatın yaranmasına şahid olacaq. Ona görə ki, bu Türk dövlətləri məhz bu istiqamətdə ciddi addımlar atırlar və bu istiqamətdə həm vaxtlarını, həm də maliyyə vəsaitlərini xərcləməkdən çəkinmirlər. Və təbii ki, və mən o tədbirləri görəndə hesab edirəm ki, bizim gənclərimiz, yaxud da ki, bizim elə özümüzün gənclərlə işimiz həmin səviyyədə deyil. Yəni, dövlət başlarımız apardığı iş səviyyəsində deyil. Ona görə mən hesab edirəm ki, əgər bu günlər biz Türk dövlətlərdə yaşayan gənclər arasında münasibəti yaxınlaşdırmaq istəyiriksə, bunların mövqelərini eyni səviyyəyə çatdırmaq istəyirsə, mütləq bizim dövlət başlarının atdığı addımları izləmək və bunları gənclər arasında yaymaqdan ibarətdir. Bu günləri bir siyasətçi olaraq mən də üzvü gənclər olaraq deyirəm ki, və mənim həmişə gənclərə məsləhətim olub. Məsləhətim olub ki, elə bir Azərbaycanla bağlı demək istəyirəm ki, biz dövlət rəhbərinin atdığı addımları izlənməli və başa düşməli və məhz ona uyğun digər Türk dövlətlərlə, digər Türk dövlətlərinin gənclərlə münasibətdə məhz dövlət başlarının atdığı addımlara uyğun addımlar atmalıyıq. Və mən Bakı Dövlət Universitetində tələbələrlə həmişə demişəm ki, məsələn, 44 günlük müharibəni yaxud da ki, Azərbaycan-Ermənistan münaqişəsini başa düşmək üçün siz müraciət edin İlham Əliyevin həm müharibə zamanı, müharibədən əvvəl və müharibədən sonra verdiyi çıxışlara diqqət etdiyi müsahibələr diqqət etdi və burada bütün məsələlər deyilir. Yaxın tariximiz burada çox ciddi şəkildə təmsil olunur və çox ciddi şəkildə izah olunur. Və məhz bu gün də mən elə gənclərə deyirəm ki, əgər biz gənclərimizin bir yerdə olmasını, bir-birinə yaxınlaşmasını
istəyirsə mütləq onlara dövlətimizin apardığı, dövlət başçılığının apardığı siyasəti düzgün izah etməli və bu istiqamətdə onları həvəsləndirməliyik. Təbii ki, dövlətimizin siyasətini başa düşən hər bir gəncimiz həm dövlətdə xalqa layiq oğul olacaq, mütəvəssis olacaq və məhz bu gün dövlətimizin atdığı addımların sabah həyata keçirilməsində mühüm rol oynayacaq. Və bu gün dövlət başçılarımız böyüklər bu addımları atdılar, amma onların yerini tutan gəncləri məhz biz hazırlamalıyıq və ona uyğun addımlar atmağa, gələcəkdə ona uyğun addımlar atmaqda çalışın. Çox sağ olun, diqqətinizə görə minnətdaram və dediyim ki, vaxt çox olsaydı daha çox danışardım, amma mənə gəlir ki, reglamentə uyğunlaşdım. Biz təşəkkür edirik və bu qədər məruzələr, dəyərli məruzələr dinlədik, amma tam da reglamentlərə əməl olundu və vaxtında demək olar ki, çıxışlar bitdi. İndi isə müzakirələri başlaya bilərik. Mən sadəcə bir məsələ haqqında bildirmək istəyirəm. Mübariz müəllim, biz gənclər deyirik, amma burada uşaqlar birinci sırada gəlməlidir. Məsələn, biz tədrisdə onun problemini yaşayırıq. Niyə görə? Sibir türkləri, onların ədəbiyyatı haqqında məlumat veririk. Məsələn, Şimali Qafqazda yaşayan türklər haqqında məlumat veririk. İndi Seyfəddin müəllimdən 2015-ci ildən biz Avrasiya Universitetində işləyirik və daima bir problemi yaşayırıq ki, tələbələrin, yəni o fənni dinləyənə qədər heç bir anlayışı yoxdur. Orta məktəblərdə tamamilə bu çox aparıcı şəxsiyyətlər var da, məsələn, Mixail Çakırın adını çəkdik, məsələn, yaxud bugün Qaqazda orada Todor Zanetbak həm şairdir, həm Ana Sözü qəzetini hazırlayır. Məsələn, bizim dərsliklərdə məncə buna ciddi ehtiyac var ki, ən azı bununla bağlı müəyyən bir alt biliklər olsun ki, ali məktəbdə o tamamlana bilsin. Yəni o zamanla yəqin ki, öz həllini tapacaq. Zamanla, yəni bunlar gündəmə gətirilməlidir və məncə onlar... Sual verir bilərəm. Bəli, bəli. Ceyhun müəllim, bir sual verir. Bu 92-ci ildə Türkiyədən bir televiziya yayımlandı, Star 1. Onda biz demək olar ki, 10 dəqiqəlik xəbər buraxılışı idi. 90%-ni başa düşmürdük. Amma indi hansı ailəyə gitsən, kimdən soruşsan 7-dən 77-yə türkçəsini çox yaxşı bilir. Niyə misal çəkdim? Ona görə ki, televiziya bu dili yaygınlaşdırdı. Və yaxşı olmazmı ki, Mərkəzi Asiya türk xalqlarının da televiziyaları Azərbaycanda yayınlansın. Yəni, adi o yayımçıların menüsunda onlar da olsun. Məsələn, Kərkük televiziyası var. Sonra bu yaxınlarda qeyri-hökumət təşkilatları agentliyi Türkmən elindən xeyli qonaq dəvət eləmişdi. Məsələn, Kərkükdə televiziya fəaliyyəti və yaxud Suriya türkmənlərinin televiziyası Azərbaycanda yayımlansın. Və ya bir də xanım müəllimə çox yaxşı vurğuladı. Azərbaycan Slavyan Universiteti var da, yəni Slavyan xalqlarının tarixini, ədəbiyyatını, dilini öyrənən. Yaxşı olmazmı Türk xalqları universiteti də açılsın? Hansısa, heç Bakıda açılmaz, hansısa bölgə şəhərlərinin birində. Yəni, burada bilirsiniz, tamamilə çox önəmli bir yanaşmadır. Söhbət ondan gedir ki, yəni mən bu son illəri bir neçə mərhələyə bölürəm. Yəni, bizim əsas diqqətimiz yönəlmişdi Qarabağ məsələsinin həllinə. Baxın, indi Qarabağdan sonra nə qədər sürətli bir formada proseslər gedir. Yəni, əslində, indi bayaq Mübariz müəllim də ona toxundu. Biz müstəqil olsaq da, Türkiyə ilə bizim münasibətlərin inkişafına xeyli maneələr var idi. Bu, həm daxildən idi, həm də xaricdə idi. Bu vətən müharibəsində bunu da biz demək olar ki, aradan qaldıra bildik. Yəni, baxmayın, indi bu məsələdə bir neçə məqam var. Biz nəyə görə bu görüşləri keçirik? Birinci, insanlar bunu dərk eləməli, anlamalıdır. Yəni, bu şuurlu bir proses olmalıdır. Bunu hamı dəstəkləyirmi? Yəni, yox. Bayaq siz bəzi məsələlərə toxundunuz. Yəni, biz çalışırıq, amma bir əl var, bu xaricdən də işləyir, bəzən daxildə də işləyir, bu proseslərə mane olmaqdır. İndi artıq biz yeni bir mərhələyə qədəm qoymuşuq, yəni bunun davamı gələcək. Bəli, biz dərsçilərimizə də baxmalıyıq, biz televiziyalarda yaratmalıyıq. İndi ortaq dil, ortaq televiziya, ortaq universitet, investisiya fondu yaradıldı. Yəni, mən düşünürəm ki, bax, o dediyiniz məsələlərdə
yavaş-yavaş öz həllini tapacaq. Əslində mən bayaq dedim, bizim vaxtımız az idi. Bu gün tarixi bir dövrdür. Biz 18-də qurduq, cəmi 2 il yaşaya bildik. İndi qurmuşuq. Amma bizi növbəti illərdə nə gözləyir? Bax, onun üçün biz indidən çox çalışmalıyıq. Türkiyə bizim yanımızda olmasa bizi çoxdan yemişdilər. Yəni bu Vətən müharibəsi dövründə biz buna hamımız şahid olduq. Ona görə bu gün, yəni mən düşünürəm ki, bax universitetlərimizdə, televiziyalarımızda, millət vəkillərimizdə, alimlərimizdə bu prosesin sürətli bir formada getməsi üçün hamımız səylərimizi birləşdirməliyik və təbii ki, eyni zamanda dövlət. Yəni təkcə Macaristanda mən düşünürəm ki, hər bir sammitdə çox önəmli qərarlar qəbul edilir və bunun davamı olaraq da proses getməlidir. İndi dünyada məsələn gənclər ən böyük imperiyaları türklər qururdu. Osmanlı imperiyası, Səfəvilər. Amma nə baş verdi? Bax, indi də onu biz yaşaya bilərik. Məzhəb məsələsi aləmi qatdı bir-birinə. Yəni bu məsələlər. Ona görə də orada, yəni bu yolda yürümüşkən, ola bilər arada ailədə də olur. Hansısa bəzən qısa, biraz böyük fikir ayrılıqları falan ola bilər. Amma əsas hədəfə doğru biz irəliləməyi bacarmalıyıq. Çünki biz tək olsaq çox çətin olacaq. Tədbirin məqsədi, hədəfi sizin inkişafınıza töhfə verməkdir, gənclər. Bu məsələləri sizin dərk etməyinizdir. Hamınıza uğurlar. Çox sağ olun. Minnətdarıq Cəmil müəllim və Mübariz müəllim, sizin sözünüz var. O zaman yekunlaşdıraq və mən sonda bildirmək istəyirəm ki, bəli, siyasi dalğalanmalar ola bilər. Türk dünyasında da ola bilər, Turan dünyasında da ola bilər. Burada qeyd olundu nümunələr. Amma elmin, ədəbiyyatın və mədəniyyətin mövqeyi həmişə vahiddir, eynidir və dəyişməzdir və gənclər olaraq siz bunu bilməlisiniz. Hər birinizə çox təşəkkür edirəm. Sağ olun.